Axşamınız xeyir olsun, hörmətli Neftçi TV izləyiciləri. AFFA U16 liqasının 11-ci turunda Neftçi Palm Sports futbol mərkəzində Zirəni qəbul edəcək. Komandalar artıq meydandadılar. Heyətlərlə də tanış ola bilərik. Əvvəlcə başlayaq meydan sahiblərindən. Neftçidə qapını 1 Kamal Camalzadə qoruyur. 5 komandanın kapitanı Ruslan Quliyev. 3 Əli İsrafilov, 6 Şikar Şikar, 7 Renat Əliyev, 8 Elcan Mahmudov. Zirənin heyəti 1 Əlican Axundzadə, 7 komandanın kapitanı Ümid Mirzayi, 6 Oğuz Əlisoy, 10 Fərxan Talışxanov, 11 Novruz Hüseynli, 15 Ammar Babayev, 18 Hüseyin Rəhim, 19 Cəfər Balakişiyev. Fit səslənir və Neftçi Zirə oyunu başladı. Komandamıza uğurlar arzuluyuruq. Renat, daha doğrusu indi sağcaqda Əli Musazadə topladı ötürmə qapı qarşısına. Alınmadı. Əliyə ötürməni edən Emil Quliyev idi. Sol caqda keçməyə çalışır, rəqibini itirmədi topu. Raul Hüseynov irəliyir. Raul Hüseynov çox yaxşı təsir başlayır bugün. İndi qapıya zərbə. Dəqiq alınmadı. Top meydandan çıxır. Emil rəqib hücumunun qarşısını kəsdi. Renat Əliyev sağ canaha ötürmə. Top çatır Əliyə. Əli Musazadə. Əli çəkir soluna. Musazadə. Gol! Əli Musazadə! 9-luğa sancır topu. Hesab açır 26-cı dəqiqədə. Əli Musazadə. Əla gol vurur. Qəbul etdi. Sola meyilləndi və topu əla fırladır. Bir qədər geriyə Elcan və 45-ci dəqiqə tamamlanan kimi hakim birinci hissəni bitirir. Neftçi Zirə qarşılaşmasında ikinci hissə başlayır. Bir daha Neftçiyə uğurlar arzuluyuruq. İlk hissədən sonra hesab 1-0 Neftçinin xeyrinədir. Hakimin işarəsi gözlənilir. Fit səsləndi. Ötürmə cərbə meydançasına, qapıcı topu uzaqlaşdırır. Əlican Axundzadə indi Emil Quliyevdən daha bir zərbə. Top qapıdan keçə bilərdi. Avtogol qeydə alına bilərdi hətta. İndi Neftçinin hücumu ola bilər. Ötürmə Emil topa toxuna bilmədi. Sultan qaçır, qapıcı da irəli çıxıb. Top qalır Sultanın önündə. Orucov! Qapı boş idi. Düşə bilmədi Sultan qapıya. Həmin epizodları yaratmaq və artıq yararlanmaq lazımdır. İndi hücumda da Neftçi sağ cinahda. Solda boşluq var. Ötürmə qapı qarşısına. Və dirək. Daha bir zərbə. Alınmadı. Sultan Orucov. Növbəti ötürmə cərmə meydançasına. Qeyri-dəqiq Əli Musazadə dubl edə bilərdi. Uzaqlaşdırdılar və bu da maçın final fiti U16 komandamızda bu günü qələbə ilə tamamlayır.